Bismillahirrahmanirrahim. İkinci kitabımızın 4-cü dərsinin ikinci hissəsində qalmışdıq. İkinci hissəsindəyik. Demək, Muhammed və Fatimə danış amuz həstədir. Muhammed və Fatimə məktəblidirlər. Pədərşan, ataları müəllim است və madərşan və anaları müdir mədrəsə است. Mədrəsə müdürüdür. Mən və həmsərəm pezşk hastیم. Mən və yoldaşım həkimik. ما بیمارها را معاینه میکنیم. biz xəstələri müayinə edirik və برای آنها دارو می نویسیم. onlar üçün dərman yazırıq. برای آنها دارو می نویسیم. onlar üçün dərman yazırıq. لطفاً پاسخ دهید. لطفاً سوال cavab verin. tələb edin. اسم رئیس جمهور کشورتان چیست؟ اسم رئیس جمهور کشورتان چیست؟ Prezidentimizin adı belə deyək də, ölkə, keşvəri, rəis-i cumhuri şoma belə olacaq da. Sizin ölkəvizin prezidentinin adı nədir? Adı prezidentimizin, yəni prezidentimizin, ölkəvizin prezidentinin keşvərətan çist nədir? Keşvər ölkədir. Rəis-i cumhur ölkə prezidentidir. İsm adı çist nədir? آهنگر و نجار چه کار میکنند؟ dəmirçi və taxta işi görən. Bu nəccar sözünü Azərbaycan dilində bilmirəm nədir bu nəccar, taxta işi görən deyirəm. Taxta işləri ilə məşğul olan nəccar. چه کار میکنند؟ nə iş görürlər? آیا برادرتان mühəndis rayane است? Sizin qardaşınız kompüter ustasıdır. آیا خیاط میز و صندلی نه؟ آیا خیاط میز و صندلی میسازد؟ خیاط nə idi? Deyir, xəyyat miz və səndəli düzəldir. Xəyyat nə idi? Yox, xəyyat dərzidir. Xeyr, xəyyat nə eləyir? Ona cavab verməlisən. Çünki burada nə yazılır? Lütfən pasok dəhid. Pezşk çe kar میکنند? Pezşk həkimdir. Nə iş görür? Bunun cavabını vereyim. Bu cavabı biraz olursun çətinlik çəkəsiniz. آیا خیاط میز و صندلی میدوزد؟ میسازد؟ deyəcəksən ki, nə? Xəyyat libas میدوزد və yaxud nə? Xəyyat miz və səndəli nemiسازد. O libas میدوزد. Bu cürlə cavab vermək olar. Lütfən təvəccüh konid. Lütfən diqqət edin. Fe'l منفی نسبت نه hoşumda منفی و نیستم نیستی فعل منفی işləyirik. من نجار هستم. آهنگر نیستم. bir dənə sualdır, cavab da əslində bu. Mən nəccar həstəm. Ahəngar nistəm. Bu cürlə to, yəni sən. Nəccar, yəni taxta işi görən. Həsti
cürdən suallar. Burada kəlmələri düzəltməyə tələb olunur bizdən. Lütfən بخونید. لطفاً okuyun. من خیاط هستم. کفاش نیستم. من درزیم، ayakkabıcı değilim. شما یعنی تو. معلم است. معلم هستی. مدیر نیستیم. Siz müəllimsiz, yəni sən müəllimsən, müdür deyilsən, müdür نیستی. او پلیس نیست. قاضی است. او پلیس نیست، قاضی است. O polis değil, nədir? Hakimdir, qazidir. ما دانش آموز نیستیم. biz məktəbli deyilik. دانشجو هستیم. institut tələbəsiyik. آنها کارگر هستند. بنا نیستند. onlar fəhlədirlər, usta deyirlər, bənna نیستند. Burada nə yazılıb? Manəndə misal kamil konid. Misaldakı kimi kamilləşdirin. Deməli, yuxarıda kəlmələr verib, kəlmələrin yanına kəlmə yazıb, cümlə halına salmaq tələb edir bizdən. Manəndə misal kamil konid. Buradakı şeyləri kamilləşdirin misaldakı kimi. Məryəm müəllim نیست، مدیر است. Məsəl üçün bu cürlə cavablar verəcəksiniz. Burada da həmçinin həmin yuxarıdakı qaydadır. واژه پرسش چه کاره؟ sual cümləsi nə iş görürsən, nə işdirsən, nə iş görürsən sualı. او چه کاره است؟ او مهندس رایانی است. Bu cümlə, bu kəlmələrdə işləmək. Fatimə xanım چه کار است؟ ایشان nədir? پزشک هستند. ایشان پزشک هستند. Da hamısını oxumuram ki, vaxt gedir. Burada elə bir çətin şeylər yoxdur. Nəsə çətin olsa komentarda ya bizzat telegram sayfamda mənə yazarsınız. Şoma çə karə həstiyik. Siz nə iş görürsünüz? Yəni nə işlə məşğulsuz? Ma xəyyat həstiyik. خیاط‌ها چه کار می‌کنند؟ خیاط‌ها nə iş görürlər? خیاط‌ها لباس می‌دوزند. Xəyyatlar nədir? Paltar yuyurlar. سعید چه کار است؟ سعید بنا است. سعید بناdır. Bu cürlə buradakı kəlmələri də oxumaq, başa düşmək lazımdır. Bütün burada mətn nə qədər ki mətn görürsünüz yazılmalıdır və oxunmalıdır. Manəndə misal بپرسید və پاسخ دهید. Misaldakı kimi sual eləyin və cavab verin. برادرت معلم bu cürlə. Müəllim برادر nədir? برادرت چه کاره است؟ Qardaşın nə iş görür? برادرم معلم است. Qardaşım müəllimdir. Müəllim çə kar می‌کنند. Müəllim nə iş görür? Müəllim dərs می‌دهد. Müəllim dərs verir. Bu cürlə bu kəlmələrdə şoma tələbə həstiyid cürlə sual verəcəksən. Lütfen təvəccüh konid. Lütfen diqqət edin.